Yaxşı. İnşallah hamınıza uğurlar deyirəm. İlk məsələ budur. Diqqətlə izləyin, diqqətlə qulaq asın və hər hansı bir sualınız olarsa, yəni qeyd edin. Mütləq şəkildə. Biz keçən dəfə mövzunun birinci hissəsinin izahını verdik, ikinci hissəsinin izahı qalır ki, mövzumuz davam edəcək sadə və mürəkkəb ədədlərdir. Qeyd eləmişdik ki, natural ədədlər müəyyən xüsusiyyətlərə görə iki yerə bölünürdü, tək və cüt olmaq şərti ilə. İndi isə deyir ki, natural ədədlər ayrı bir xüsusiyyətinə görə iki hissəyə bölünür. Onların biri sadə, digəri mürəkkəb ədədlər. Yəni natural ədədlər əslində üç hissəyə bölünür burada. Sadə olan ədədlər, mürəkkəb ədədlər və nə sadə, nə mürəkkəb olan ədəd. İndi baxaq bizim qaydamıza. Sadə ədəd nəyə deyilir? Deyir ki, yalnız birə, yəni vahidə bölünən, bir də özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Həmin ədədlər ilk başlayır 2 ədədi ilə. 2 ilə, sonra isə 3, 5, 7, 11, 13 və s. gəlir. Nəyə görə 2-ni xüsusi qeyd elədim? Çünki 2 özünə məxsus başqa bir xüsusiyyəti var ki, cüt ədəddir. Digər sadə ədədlərin hər birinə diqqət edin, hər biri mürəkkəb, tək ədəddir. Yəni, sadələr içərisində cüt olan tək sadə ədəd 2-dir. Qalan bütün sadələr hamısı təkdir. Amma bütün təklər hamısı sadədir demək olarmı? Bu xeyr. Keçək mövzunun ardına. 2-dən çox mürəkkəb, daha doğrusu 2-dən çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyilir. Misal 4, 5, baxın 4, 6, 8, 9 və s. 4-ün bölənlərinə diqqət edək. 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür. Yəni 3 böləni var. 6-nın bölənləri 1-ə, 2-yə, 3-ə, 6-ya bölünür. 8-in bölənləri 1, 2, 4, 8, 9-un bölənləri 1, 3, 9 və s. Ən azı 3 böləni var. Gördüyünüz kimi ədədlər içərisində də həm cütlər, həm də tək ədədlər iştirak edir. 1-in yalnız tək böləni özü olduğuna görə nə sadə, nə mürəkkəb tərifinin heç birini ödəmir. Ona görə də 1 həm sadə, həm də mürəkkəb ədəd kimi nəzərdə tutulmur. Hər hansı bir mürəkkəb ədədin sadə ədədlərin hasili şəklində yazılmasına mürəkkəb ədədin sadə vurğulara ayrılması deyilir. Məsələn, 120 ədədi 2 vur 2, 2, 3, 5 ədədlərin hasilindən ibarətdir. Yəni, burada 120-nin özü mürəkkəb, digərləri sadədir. Bu sadə ədədləri bir-birinə vursaq, mürəkkəb ədəd olan 120-ni alırıq. Burada bir dənə xüsusi hissəni qeyd edin ki, ixtiyari ki, sadə ədədi bir-birinə vursaz, aldığınız ədəd həmişə mürəkkəbdir. Və 4 böləni var. Yaddan çıxarmayaq. Bizə veriləcək hər hansısa bir ədədin, misali 120 ədədinin sadə vurğulara ayrılışını necə tapırıq? Şayət burada xətt çəkirik, 120-ni ən kiçik sadə ədədimiz olan 2-yə bölünərsə 2-yə bölürük, bölünməzsə 3-ə bölürük və s. 60 edir, sonra təkrar 2-yə bölürük, 30 edir, 2-yə bölsək 15, 3-ə bölsək 5 edir, 5-ə bölsək 1 edir. Ən son ədədimiz 1 alınana qədər bu bölünməni davam etdiririk və bu mürəkkəb ədədin həmin verilən sadə ədədlərin hasil şəklində yaza bilərik. Bizə verilən sadə vurğulara ayrılmada 3 ədəd 2 olduğuna görə 2-nin kubu, bir dənə 3 olduğuna görə 3 üstü 1, 5 üstü 1 şəklində yazmaq mümkündür. Hər hansı bir mürəkkəb ədədi sadə ədədlərin hasilləri şəklində yaza biləriksə, qüvvətlərin cəmi sadə vurğuların sayını ifadə edir. Misal, bizə verilən biraz əvvəl 120 ədədinin qüvvət şəklində sadə vurğulara ayrılmasında qüvvətdə iştirak etmiş 3, 1 və 1. Toplasaq, cəmi 5. Bu nəyi ifadə edir? Bizə verilən 120 ədədinin 5 sadə vurğunun olmasını ifadə edir. Aydınmı? 5 dənə sadə vurğu var. Növbəti, müxtəlif sadə vurğularının sayı, sadə bölənlərinin sayı, müxtəlif sadə bölənlərinin sayı isə sadəcə sıra nömrəsinin qiyməti ilə təyin olunur. Yəni, 120-də 3 dənə nə var? Müxtəlif sadə vurğuların sayı var, sadə bölənlərin sayı var, həmçinin müxtəlif sadə bölənlərin sayı var. Qarşılıqlı sadə ədədlər. Ortaq vurğu deməli, olmayan ədədlərə ortaq sadə vurğu olmayan. Burada bu hissəni qeyd edək, ortaq sadə vurğu. Əslində ortaq vurğu bir götürə bilərik, amma bir sadə olmadığına görə deyə bilərik ki, ortaq sadə vurğu olmayan, diqqət edin, olmayan deyir. Ədədlərə qarşılıqlı sadə ədədlər deyil.
Qarşılıqlı sadə ədədlər misal üzərində göstərək. Misal üçün 25. 5 vurulsun 5-dən ibarət. Bir də 6-nı göstərək, 2 vurulsun 3-dən ibarət. Bu iki mürəkkəb ədədi vurğuları ayırdım və vurğuların heç birində eyni olanları yox. Birində 5-lər, digərində 2 və 3. Bu eyni olmayan sadə vurğulardan təşkil olunmuş bu mürəkkəb ədədlər qarşılıqlı sadə ədədlər adlanır. Verilən ədədlərin qarşılıqlı sadə ədəd olub-olmadığını daha asan şəkildə 3 xassə ilə təyin edə bilərsiniz. 1. Ardıcıl gələn 2 dənə natural ədəd 4 ilə 5 kimi, 7 ilə 8 kimi və s. Bunların hamısı qarşılıqlı sadə ədədlər. Ardıcıl gələn 2 tək natural ədəd 5, 7, 11, 13, 19, 21 və s. kimi ədədlər hamısı qarşılıqlı sadə ədədlərdir. Bir də ki, bir ədədi istənilən natural ədəd ilə qarşılıqlı sadə olur. Keçək növbəti qaydalara. Verilən ədədlərin ən böyük ortaq bölən, yəni əbod və ən kiçik ortaq bölünən əkob qaydalarına. AB ədədlərinin hər ikisinin bölündüyü, diqqət edin, hər ikisinin bölündüyü ən böyük natural ədədə A və B-nin ən böyük ortaq böləni deyilir, əbod şəklində yazılır. Yaxşı? Əbod A və B. Xassələri qeyd olunub, deməli, AB-ni sadə vurğulara ayırmaq lazımdır, ortaq vurğuların qüvvəti kiçik olanı götürülməlidir və hasilləri tapılmalıdır. Sadə bir nümunə götürək, tutaq ki, istənilən bir nümunə. Əbod olsun 25, bir də 35. Bu ədədlərin əbobunu tapaq. Biz bilirik ki, 25 ədədi 5-in kvadratından ibarət. 35 ədədi isə 5 vurulsun 7-dən ibarət. Hər ikisində iştirak edən ortaq vuruq hansıdır? 5. 5-i qeyd edirəm. Birində qüvvət 2 olaraq, digərində isə qüvvət olmadığı üçün 1 yazırıq, yəni 1 olaraq göstərilir. Biz dedik ki, onlardan qüvvətinin kiçik olanları lazımdır. Seçilir və bir-birinə vurur. Deməli, 5 üstü 1 yazacam və yaxud elə təkcə 5 yazacam. Başqa vuruq iştirak etmədiyinə görə cavabı təkcə 5 götürürəm. Başqa vuruq da olsaydı, onu da əlavə yazıb bir-birinə hasilin hesablayacaq. Aydındır. Seçməzsən. Növbəti. Əgər A və B ədədlərinin hər ikisinə bölünən ən kiçik natural ədədə A və B-nin ən kiçik ortaq bölünəni deyilir. Yenə də qısa şəkildə əkob olaraq yazılır və əkobun tapılması AB-ni sadə vurğulara ayırır. Sadə vurğuların hamısını götürür, diqqət edin, bütün sadə vurğular. Amma əbobda isə qeyd edildik ki, ortaq sadə vurğular seçilməlidir. Və həmin bu bütün sadə vurğulardan qüvvəti böyük olanlar seçilir. Burada iki əsas şərt var. Bir, bütün sözü, bir də qüvvətinin böyük olanı. Bu ikisini əsas götürür. Sonra isə onların hasillərini tapırıq. Biraz əvvəl dediyimiz nümunədə, misal, burada əkobu axtarsaq, fərz eləyək ki, əkob axtarırıq. Əkob axtarsaq necə etməliyik? Deməli, müxtəlif vuruqlar 5, 5, 7. Hər birini yazırıq və bu 5, 5, 7-nin qüvvəti böyük olanları götürürük. 5-in kvadratı götürüləcək, burada artıq 5 üstü 1 nəzərə alınır. Bir də 7. Olduğu kimi yazılacaq. Bu bizə verəcək 5-in kvadratı 25, 7-yə vursa 140, 35, 175. Yəni bu ədədlərin əkobu 175-ə bərabərdir. Əkobun özünə məxsus xassələri 2 eyni ədədin əkobu ilə əbobun hasili özlərinin hasilidir. Onların nisbəti ortaq olmayan sadə vurğuların hasili verir. Yadda saxlayaq, bəzən sualı bu şəkildə qoyurlar. Mürəkkəb ədədlərin ortaq olan sadə vurğuların hasili. Diqqət edin. Ortaq olan sadə vurğuların hasili əbobu göstərir. Ortaq olmayan sadə vurğuların hasili C hərfi ilə işarə olunur. Əkobun əboba bölünməsi ilə tapılır. Əbob ifadəsinin qiyməti ortaq olmayan sadə vurğuların hasilindən ibarət olan düsturu kök altında A vur B bölünsün C şəklində, əkobda isə A vur B vur C şəklində tapılır. Növbəti, əgər A və B qarşılıqlı sadə ədəd olarsa, əbobları hər zaman 1-ə, əkobları isə hasillərinə bərabərdir. Əgər A ədədi B ədədinə tam bölünərsə, əbobları B-yə, əkobları A-ya bərabərdir. Məsələn, nümunə göstərək. Tutaq ki, 8 4-ə tam bölünür. Bunların əbobunu axtarsan kiçiyi 4-ə bərabərdir, əkobunu axtarsan böyüyü 8-ə bərabərdir. Yaxşı. Sonra növbəti. Evklid algoritmi var uşaqlar, diqqət edək. İstənilən iki mürəkkəb ədəddə eyni sadə vurğu hansı şəklində qarşıya çıxara bilirsinizsə, yerdə qalan
K-nı qarşıya çıxartdıqda A ilə B-nin əbobunu və yaxud əkobunu tapıb hasili hesablaya bilərsiniz. Növbəti, deməli, hər hansısa bir mürəkkəb ədədi sadə vurğuların hasili şəklində göstərə bilmirsinizsə, A üstü M, B üstü M, C üstü K və s. Natural bölünənlərin sayını tapmaq üçün onun qüvvətlərinin üzərinə, yəni M plus 1, M plus 1, K plus 1 şəklində əlavələr edərək bir-birinə vurmaq lazımdır. Əgər tam bölənlərinin sayı deyərsə, bu ifadəni təkrardan bir də 2-yə vurmaq lazımdır. Səbəbi isə nəyə? Çünki misal üçün 5 1-ə 5-ə bölünür, 2 natural böləni var, amma tam bölənini axtaranda mənfi 1-ə müsbət 1-ə, mənfi 5-ə müsbət 5-ə bölünür. Bunu yaddan çıxarmayaq. Qarşılıqlı sadə olan ədədlərin sayı. Ədədin özünü götürüb 1 minus 1 böl A-ya, 1 böl B, 1 böl C və s. nə qədər varsa yazacaqsınız. Burada iştirak edən A-nın, B-nin, C-nin qiymətləri isə verilmiş əsasların qiymətini ifadə edir. Yəni, qüvvət deyil, əsasların özünü götürəcəksiniz. Mövzu ilə bağlı bu qədər. İndi isə əvvəlki illərin buraxılış imtahanında düşən mövzu ilə bağlı bir neçə sualın izahına baxaq. Deməli, sualımız belədir. İlk sualımız belədir ki, əkob 90-45, əbob 90-45 nisbətini tapın. Biz demişdik ki, ədədlərin biri digərinə tam bölünürsə, bunların əkobu hansı ədədə bərabər olacaq? Böyüyə, yəni 90-a bərabər olacaq. Birinci ifadəmiz 90-dır. Bəs əbobu nəyə bərabər olur? 45-ə. Bunların nisbəti 2. Sadə bir sual. Növbəti sual. 2 ardıcıl tək natural ədədin cəmi 68 olarsa, bu ədədlərin kiçiyini tapın. Biz bilirik ki, ardıcıl gələn natural ədədlər bir-birinə neçə vaid fərqlənir? Tək natural ədədlər, bəli, 2 vaid. Deməli, birini n götürsəm, digəri n plus 2 olur. Bunların cəmi 68 olarsa, n-i taparkən 68-dən əvvəlcə 2-ni çıxırıq. Neçə edir? 66. Sonra n-i tapsaq 33. Bizdən istədiyi kiçik olduğuna görə cavabımız elə 33 olacaq. Növbəti sual. Verilmiş bu ədədin 9-a tam bölünərsə, x-in qiymətini tapın deyir. 9-a bölünmə qaydasını yadınıza salırıq. Rəqəmləri cəm. Rəqəmləri cəminə baxaq. 2 plus x plus 3, 5 və 4. Toplasaq 14 plus x. X hansı qiymət alarsa üzərinə 14 əlavə etsək 9-a tam bölünər. Cavabımız 4 edir. Növbəti. Evklid alqoritmindən istifadə edə biləcəyimiz bir qayda əbob 40 ilə 60, əkob 40 ilə 60 ifadəsinin cəmini tapın. Biz bilirik ki, 40 ilə 60-ın hər biri hansı ortaq vurğudan ibarətdir? 20. 20 birbaşa götürə bilərik də. 40, 20 vurulsun 2-dir. Düz. 60 isə 20 vurulsun 3-dən ibarətdir. Yaxşı, əkob da eyni şəkildə. Deməli, birinci yazacağım 20 vurulsun. 2 ilə 3-ün əbobu nə verir bizə? 1. Niyə? Çünki qarşılıqlı sayədir. Üzərinə əlavə edirəm. 20 vurulsun. 2 ilə 3-ün əkobu neçədir? 6. Tam. Hesablasaq cavabımız neçə edəcək? 140, yəni E variantı. Növbəti suala baxaq. Deyir ki, əbob 32-13, əkob 32-13 ifadəsinin hasilləri. İfadəsinin qiymətinin 5-ə bölünməsindən alınan qalığı tapın. Yaxşı, demişdik ki, 2 eyni ədədin əbobu ilə əkobunun hasili bizə hansı ifadəni verir? Özlərinin hasili. Yox, nisbətləri C-ni verir. Amma hasildə isə ədədlərin özünün hasilini verir. 32 vur 13. Yaxşı, bu ifadənin 5-ə bölünməsindən alınan qalıq sizə nəyə bərabər olacaq? Necə taparıq? Bəli. Hasilləri hansı rəqəm ilə bitir? Son rəqəmi. Son rəqəmi hansı olacaq? Diqqət edək, şey olur. Birinin sonu 2-dir, digərinin sonu 3-dür. Hasili hansı rəqəm ilə bitəcək? 6. Sonu 6 ilə bitən ədədin 5-ə bölünməsindən alınan qalıq necə tapılır? 6-nı 5-ə bölürük və yaxud da 6-dan 5 çıxırıq. Doğru cavabımız 1 edir. E variantı. Gördüyünüz kimi uşaqlar çox da çətin mövzu deyil, çox da
problemli sualları yoxdur. Hətta əvvəlki buraxılış imtahanında düşən suallar da çox sadə, rahat şəkildə bir neçə saniyə, dəqiqə belə olmadan bir neçə saniyə daxilində həll oluna biləcək suallardır. Hər birinizə uğurlar deyirik. İnşallah növbəti izahlarda görüşənə qədər.